Şəhərin mərkəzində Milli Məclisə xalq yazıcısı Çingiz Abdullayevi dəvət etmişik. Ona diqqətlə qulaq asın. Doğma dildə düzgün danışmağı öyrənin. Şəhərin mərkəzində bizim məktəbin heyətində bizim evin yanında belənçinə salxumlar sallanırdı. Orada 2 dana üzüm ağacı var idi. Biz də xüsusi məftuldan düzəltdiyimiz istikana yığardıq o üzümləri. Uşaqlarla məktəbin həyətində onları yiyərdik. Baxırsınız mənə belənçinə, deyirsiniz yağınmışın Çingiz belə mənasız danışır. Dostlar, bura çıxanların əksəriyyatı 30 il ərzində onların danışığını heç kim başa düşmədi. Mən də adətən ananı saxladım, dedim qoy axıra qədər heç kim heç də başa düşməsin. Çingiz müəllim, yazıçılarımız necə yaşayır? Başa düşmədim. Soruşuram ki, yazıçılarımız necə dolanır? Sırası aydın danış ki, mən də başa düşüm də. Onlar yazıcılar deyil, onlar yazıqçılar. Bilirsiniz nöşü? Çünki TikTok'a bugün maşınla asfaltı yazan, kitab yazanlardan daha çox qazanır. Kitab az oxuyanda bax belə olacaq da. Düz deyirsiniz xanım, bizdə kitab oxumurlar, bizdə qiymət oxuyurlar. Amma baxıram sizə, inamım artır, ümidim artır. Artur Rəsizadə. Ada yox, Artur yəni çoxalır da. Maşallah, Milli Məclisdə nə qədər cavan kadr işləyir. Baxın Nazirlər Kabinetinə. Baxın Sahil Babayev, cavan kadr. Ceyxun Bayramov, cavan kadr. Emin Amrullayev, cavan kadr. Bəs Mikail Cabbarov? Ada o vapşe kadrdur. İndiki zamanada adam öz bir ailəsini zorla saxlamağı çatdırır da. Ada bu Mikail Cabbar 52 dənə vəzifəsini necə çatdırır? Allah eləməsin, otpuskaya çıxsa bu adam. Nə deməkdir ki, mən bütün Respublikanın işi dayanacaq?